1618-1648-ci illərdə Avropada bir məzhəb müharibəsi baş verir. Protestantlarla katoliklər arasında. Müharibə 30 il çəkir. Təqribən 8 milyona kimi insan ölür müasir Alman ərazilərində və Avropada bir parçalanma baş verir. Nəticə nə olur? Festival sulh müqaviləsini bağlayırlar sonunda, amma Avropa parçalanır. Bir və ikinci ən mühüm məsələ və bizim düşündürən məsələ, din qırağa qoyulur. Yəni hər şey buradan başlandı. Mənəviyyat qırağa qoyuldu. Din, mənəviyyat, əxlaq bunların hamısı nisbi olmağı qəbul olundu. Niyə? Çünki insanlar bezdilər 30 illik məzhəb müharibələrindən və qəbul etdilər ki, bütün bunlar nisbidir. Dəyərlər nisbidir. Dəyər deyilən şey yoxdur. Əxlaq nisbidir. Bugünkü nihilizmin də kökü ora qayıdır. Nihilizm bugün Avropanı faciəyə çəkir. Puçluğa çəkir. Nihilizm yəni puçluq. Əxlaqda puçluq, siyasətdə puçluq, dində puçluq, hər şeydə bir puçluq, heç nəlik.